Elə bir desert hazırladım ki, dadına doyum yoxdur. Bunu hazırlamaq üçün Ülker brendinin uşaqlıqdan tanıdığımız Albeni şokoladlarından istifadə etdim. Şokolad batonlarını xırda-xırda parçalara ayırıram. Hazırladığım dondurmaya xüsusi xırçıltılı bir dad qatacaq. Daha sonra püstədən də istifadə etdim. Məncə heç bir deserti püstə ilə korlamaq olmaz. Bu da desertimizə xüsusi xırçıltılı bir dad qatacaq. Daha sonra bizə 300 ml qaymaq lazım olacaq. Alarkən fikir verin ki, ən az 33% yağlılığı olsun. Şirinlik üçün qaymağa 2 xörək qaşığı şəkər tozu da əlavə edirik. Bunları elə birlikdə mikserlə yaxşı-yaxşı qarışdırırıq. İnandırım sizi, o qədər ləzzətli bir desert alınır ki sonda. Çox az da zamanınız gedəcək. Və demək olar desertimiz hazırdır. Albeni şokoladlarının üzərinə qaymağı əlavə edib yaxşı-yaxşı qarışdırırıq. İstədiyiniz qəlibə əlavə edə bilərsiniz. Mən üzərini yenidən albeni şokoladları və püstə ilə bəzədim. Dondurucuda 1-2 saat gözlədikdən sonra nuş edə bilərsiniz. Çox ləzzətli alınır, mütləq sınayın. Videonu da yaddaşa verməyi unutmayın. Hələlik.